Hörmətli izləyicilər, Xırdalan 00-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi tura baxış davam edir. Kubok mövzumuzu davam etdiririk. Digər yarımfinal cütündə Neftçi ilə Sabah üz-üzə idi. Neftçi ilk oyunda evdə 1-2 hesabı ilə uduzmuşdu. Amma Neftçi comeback eləyə bilmədi. Hərçənd biz bu barədə ötən verilişimizdə də danışmışdıq. Hər bir futbolçuya mərhələ adlayacağı təqdirdə, finala çıxacağı təqdirdə ən azı 10.000 manat mükafat vəd verilmişdi. Ciddi də hazırlaşmışdı. Samir Abbasov üçün də çox həlledici bir məqam idi. Çünki bura gələndə özü bilirdi ki, komanda hansı vəziyyətdədir. 5 xal toplamışdı. Bilirdi ki, ilk 3-lüyə, 4-lüyə düşmək çox çətin olacaq və bütün ümid kuboka yönəlmişdi. Çünki ötən mövsümdə də biz bilirik ki, Sabah son turda Neftçini kubokdan, Avrokuboklardan kənarda qoymuşdu. Bu dəfə də eyni hadisə yaşandı. Bu dəfə Sabah yarımfinal mərhələsində Neftçini mübarizədən kənarlaşdırdı. Tarixində ilk dəfə olaraq finala çıxdı və Neftçi ardıcıl ikinci dəfə Avrokuboklardan kənarda qaldı. Fiyaskodur təbii ki, rüsvayçılıqdır Neftçi üçün, Neftçi azarkeşləri üçün. Nə vədlər veriləcək bundan sonra bilinmir. Amma mən rəhbərliyə üzümü tutub demək istəyirəm ki, belə bir iddiasız komanda, orta sıralarda var-gəl edən komanda, Avrokuboklara ardıcıl 2 il vəsqə qazana bilməyən komanda, çempionluq yarışından artıq uzun illərdir ki, kənarda qalan, geridə qalan bir komanda formalaşdırdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Var olun, halal olsun sizə. Yəni Neftçi kimi bir komandanı sıradan orta bir kollektivə keçirmək hər kişinin, hər oğlun işi deyil ki, bunu siz eləmisiniz. Var olun. Komanda yəni bu dəqiqə nə vəziyyətdədir, nə vaxt dirçələcək, nə vaxt özünə gələcək bir Allah bilir. Mən başqa heç nə demək istəmirəm. Həqiqətən də yəni içim yanır. Azarkeş olduğum hər kəsə bəllidir, amma təkcə mən deyil, Neftçi camiasında olan bütün fanatlar, azarkeşlər, ürəyi Neftçi ilə döyünən şəxslər bu vəziyyətdədir və bunu yaşayırlar və bilmirlər ki, Sabah Neftçi üçün işıqlı olacaq, uğurlu olacaq və s. Təəssüflər olsun, Sabah Neftçi üçün uğurlu olmadı. Sabah uğursuz oldu. Uğursuz oldu, amma ümid edirəm ki, yəni gələn ilə Neftçi nəsə toparlanıb, nəsə bir dəyişikliklər eləyər. Çünki belə davam eləməyin adı yoxdur. İnşallah ki, Samir müəllim orada qalsın, qardaş. Samir Abbasov məşqçi kimi qalmalıdır. Amma mən Samirin bir şeyini başa düşmürəm, əziz dostlar. Yəni bu şəxsi mənim fikrim deyil. Samirə bir insan kimi çox böyük hörmətim var. Amma demək olar, hər bu mətbuat konfransında eyni şeyi vurğulayır. Bu komanda mən yığmamışam. Bu komanda mən yığmamışam. Bilirik də sən yığmamısan da, qardaşım. Əlindən gələn də elədi də, qardaş. Nəsə eləsin. Yox, eləyirsən. Yəni Samiri qınayan adam çoxdur ki, Azərbaycanda. Düşürlər onun üstünə də, qardaş. Gətirdiysən komandaya, sən heç nə eləyə bilmədin. Yox, mən bir şeylərdən deyirəm, jurnalistlərdən. Yəni sinəsini qabağa verdi, dedi ki, sinəsini verdi qabağa, dedi ki, qardaş, Baleyçiklərdən, o birisilərdən artıq dərəcədə mən üzr istəyirəm. Neyimini tək Samir? Yox, Samir gələndə. Ruslan yaxşı deyir, əslində. Samir gələndə. Niyə qurban kimi Samir qabağa verir? Samir gələndə. Bu adam ilk konfransında çıxıb dedi ki, mən bura Neftçini çempion eləməyə gəlmişəm. Mən belə eləyəcəm, mən sizə garantiya ver. Ona çempiona komandanın bir xalı var. Çempionat başlayanda, yox, mən də onu deyirəm. Çempionat başlayanda Neftçinin mətbuat katibi intervyuların, müsahibələrin birisində dedi ki, biz bu il Avrokuboklarda olacağıq. Bunu müzakirə də elədik. Adam əminliklə dedi. O adamdan soruşun da. Bəli. Samir nəsə vəd verdi. Samir dedi, mən burada vəziyyəti düzəltməyə gəlmişəm. Klubda açıqlama verən, hesabat verməli olan şəxslər durub kənarda Samiri atırlar qabağa. Bəli, Samir özü də hər şeydə, yəni məncə heç cavab verməməlidir belə suallara. Bu təxribat... Əslində belə baxanda sən eyni şeyi deyirik üçümüzdə. Bəli. Yəni o, məsələn, deyə bilər ki, qardaş, mən komandanın pis vəziyyətində gəlmişəm, komandanın müəyyən qədər bir ortalama sıraya gətirib çatdırmışam, qardaş. Mənim əlimdə olan o materiallardan tutaq ki, bunu eləyə bildim də. Məndən nə istəyirsiniz? Mənim burada istəyim yoxdur, amma... Onda vədlər verməz. Muşuq kimi durur qabağa sinə. Vəd verməyib baxı. Adam vəd verməyib. Adam deyib ki, sadəcə bir şey deyib ki, biz Avrokuboklara bizim yolumuz kubokdan keçəcək, əlimizdən gələni eləyəcək ki, kubokdan verməyib, keçəcək. onda vəd verən o şəxslər ki var, klub rəsmilərinə, onlarla söhbəti əsnasında desin ki, ay qardaş, ay müəllim, ay bəy, mən
bu siz istədiyiniz tələbi, nailiyyəti, nəticəni bu ilin, bu mövsümün axırında, hətta gələn mövsümdə də verə bilməyəcəm. Yəni uzun müddətli bir layihəyə imza atılmalıdır Neftçidə. Yəni, normalda elə olmalıdır, əlbəttə. Amma il ərzində 2 məşqçi. Neftçi Samir Abbasovu dəyişsə bu il, dəyişsə Deyirlər Rafael Guzzo ilə yollar ayrılacaq, böyük təzminat olacaq. Yayda bir neçə futbolçu göndəriləcək ki, təzminat olacaq. Yalnız müqaviləsi başa çatan Yuri Müqaviləsi varsa, təzminatın 100% verməlisən. Təzminat verəcək. Bəs mən də onu demək istəyirəm ki, hər buraxılışda bunu deyirik. İllərdir bu cür futbolçular, bu cür məşqçilər gəlir, gedir. Yəni məşqçilər də bilsən necədir? Belə komanda formalaşdırmaq olur, belə sistem qurmaq olur. Məşqçilər başqa cürədir, qardaş. Sən başqa cür futbol oynadırsan, mən başqa cür futbol oynadıram, Malik başqa cür oynadır. Sən istəyirsən Rafael Guzzonu gətirəsən, rəhbərliyə deyirsən ki, qardaş, mənə Guzzonu gətir. Sən 3 aydan sonra, 4 aydan sonra komandan yaxşı oynamırsan, göndərirlər, məni gətirirlər. Mən də gəlib baxıram ki, Guzzoma yük olub qalıb burada. Mən Guzzonu oynatmayacağam. Guzzo mənə almır. Yəni mən ondan qoz-qoz oynaya bilmərəm ondan. Başa düşdün? xoşuma gəldi. Mən gedirəm, Alex gəlir, baxır, görür ki, bunun kontraktı var 2 illik və yaxud da il yarımlıq. Ya bunu da göndərəsi olsa məcbur bunun pulunu verməliyəm. Bu artıq yəni şeydir da, rasxoddur. Fakt nədir? Fakt Neftçi kimi brend komanda, xalqın komandası 2 ildə Avrokuboklardan kənardadır. Fakt budur. Fakt odur. Artıq çempionluq yarışından da danışmırıq ha. Ay, Komanda 5-liyə düşəcək, 4-liyə düşəcək, 3-liyə düşəcək, yoxsa yox. Və çox maraqlıdır ki, çox böyük təəssüflə bir söz demək istəyirəm ki, Neftçi artıq pis vəziyyətdə mən Neftçiyə artıq Azərbaycan futbolunun flagmanı demək düzdür. Kimlərinsə marağında deyil. Niyə də Neftçi uzun illərdir. Yəni hamı görür ki, Neftçi bu vəziyyətdədir. Neftçi dirçəlmir. Neftçi son illərdə yalnız bir çempionluq qazanıb. O da 2021-ci ildə Avrokuboklarda da, yəni Çempionlar Liqasından düşdü Avropa Liqasına. Orada da vəziyyət bir başqa cür, bir qarışıq vəziyyət, situasiya yaranmışdı. Yəni deməyim odur ki, Neftçi kimi komanda nə hala düşüb ki? Komanda nəinki çempionluqdan. Neftçidə Neftçini sevənlər olmalıdır. Nə qədər çox olsa, o qədər vəsqə qazana bilmirsən. O qədər büdcə ilə, o qədər pulla niyə düzgün yönətilmir? Niyə düzgün yenə deyirəm, söhbət yönətməkdən getmir. Neftçidə tutalım, sən Neftçinin prezidentisən. Sən Neftçini sevirsən. Sənin bütün komanda deyəndə futbolçulardan söhbət getmir. Bu kollektivi deyirəm. Bütün kollektivin Neftçini sevməlidir. Neftçiyə gələn hamısı deyir ki, mən Neftçini sevirəm. Mən Neftçi fanatıyam. Amma Hana ortada işanı. Bir çoxu gələn hamısı deyir ki, mən Neftçi fanatıyam. Yo, Neftçi fanatı bir sənəyə görə gəlirlər. O maaşa gələn adam deyir, hə, mənim atam da Neftçidir, anam da Neftçidir. Mən heç kimdən bu qədər maaş görməmişəm. Nəysə, yəni rəhbərlik şeyləri yığsa, yəni Neftçini sevən adamları yığsa, məncə nəsə dəyişiklik olub. Təbii ki, gec-tez olacaq. Sadəcə arada gedən Neftçini sevən azarkeşlərdir. Forza'ya buradan keçmiş olsun deyirəm. Boykot eləyib oyunları. Qardaş, adamlar gəlirlər. Bir söz deyim. Yaxşı oynayarsınız, yaxşı nəticə qazanarsınız. Forza'nın bu qədər oyunlara gəlməyi, bu qədər indiyə qədər oyunlara gəlməyi çox böyük qəhrəmanlıq idi. Yəni keçənki illəri nəzərə alsaq, göz açsaq bundan əvvəlki illərə, yəni Forza vaxt olub 5-ci, 6-cı turdan sonra başlayıb boykot eləməyə ki. Amma o nə qədər də boykot eləsələr Forza'da, yəni o qədər Neftçi ürəkləri ilə Neftçi ilə yanır ki, inanmıram yəni çempionatın sonuna qədər yəni onlar gəlməsinlər. Başqa çıxış yolu görmürlər də, neynəsinlər? Yox, ən azından indi kubokun finalına çıxmağını arzulayırdılar. O da əmələ gəlmədi və boykot elan elədilər. Ondan sonra mənim deməyim odur ki, yəni sən əgər Neftçinin sevdiyin komandanın fanatısansa, içərdən sən nə qədər də desən ki, mən daha bu komandanın oyununa getməyəcəm, daha biz istədiyimiz kimi oynamırlar, heç ara düşmədilər. Yenə də içərdən bir kimsə sənə deyəcək ki, yox, belə dildə deyirsən, amma ürəyin başqa şey deyir. Yenə də gələcək, yenə də çempionatın sonuna qədər. Yaxşı, finalla bağlı proqnozlarınız. Qarabağ Sabah finalına nə var? Mayın 31-i saat 19:00 Mehdi Hüseynzadə adından Sumqayıt şəhər stadionu. Azərbaycanda futbolla bağlı bir şeydə, istənilən bir tədbirdə Qarabağın adı varsa, orada proqnoz verməyin yeri yoxdur indiki durumda. Elə xodlanır. Adətən final maçları ümumiyyətlə kubok və çempionat oyunları tam fərqlənir. Bunu Qurban söhbəti yox. Final oyunu tamamilə başqa bir oyundur ki, başa düşürəm, amma sən proqnoz soruşursan məndən. Mən onu deməyim odur ki, Qarabağ belə kubok maçlarında son mövsümlərdə əziyyət çəkib. Zirə ilə oyunları xatırlayırıq məsələn, əlavə vaxt penaltilər seriyası. Yəni bir oyunda, final maçında məncə ciddi şəkildə
Qardaş, mən sənə deyirəm də, Qarabağ sabah finalda Qarabağ qalib gələcək, bolşe. Mən proqnoz vermirəm deyənə bax.